Bayram günlərini yaşayırıq, amma bayram əhval-ruhiyyəsi yoxdur. Bəli, nədən olmalıdır bayram əhval-ruhiyyəsi? Azərbaycanın qeyrət təbəqəsi əziyyət çəkir, məmurlar isə Azərbaycanda keyf çəkir. Bət dəfə xalqa yox, məmurlara dəstəyi gördük. Hər bir dövlətin ən ağır dönəmi müharibə dövrüdür. Bəli, müharibədə qeyrət təbəqə, xainlər və öz mənfəətini güdənlər aşkar olunur. Respublikanın rəhbəri müharibə dövründə sizin təlimatınızı yerinə yetirən, sizin səfərbərlik adı çağırışına səs verən Azərbaycanın qeyrət təbəqəsi idi. Hansı təbəqə idi? Respublikanın rəhbəri kasıb komalarda böyüyən qəhrəman oğul və qızlar idi. Bəli, məmurlar isə öz evladlarını Azərbaycanın sərhədinin hüdudlarına qaçırmışlar. Necə deyərlər? Onlar Dubayda, kasıbın evladları isə sərhəddə idi, səngərdə idi və şirin canlarını belə heçə saydılar, əzizlərini, doğmalarını kənara atdılar, tək ki prezident təlimatını yerinə getirərək vətənimiz Azərbaycan azad olsun deyə səsləndilər. Bəli, bugün Azərbaycan qalib ölkədir. Respublikanın rəhbəri, siz isə qalib sərkərdəsiz. Qalib sərkərdə qalib xalqın sayəsində olur. Bəli, bugün Azərbaycan xalqı əziyyət çəkir. İşsizlik baş alıb gedir Azərbaycanda. Bugün əmək haqqı demək olar ki 300-350 manatla insanların dolanışığını təmin etmir. Qaz, işıq, limit, uşaq pulu verilməyən bir cəmiyyətdəyik.